Salam dostlar, fevral ayında çıxan kitabları sizə təqdim edəcəm. Bu kitablar hamısı fevral ayında nəşr olunub. Bunların arasında həm təkrar nəşrlər var, həm də yeni nəşrlər var. Sən möhtəşəm qızsan, yeniyetmələr üçün əla bir kitabdır. Sən möhtəşəm qızsan, ruhlandırıcı qızlar üçün hekayələrdən ibarət olan bir kitabdır. Balaca Şahzadə təkrardır. Təkrarlar haqqında danışmayacağım çox. Alisa güzgü arxası diyarda. Belə bir içərisində xüsusi illüstrasiyalarla nəşrimizdir. Bu şəkər portağalı, bu heç, bədən dili, artıq heç deyil, yəni çox gözəl əsərdir əslində. Baxsanız, heç demək düzgün deyil. Əla əsərdir, oxumayanlar mütləq oxusun. Bədən dili bu sahədə olan ən çox satılan kitablardan biridir. Mömin Sekman yeniyetmələr üçün bu kitabın mütləq oxunması, məktəblilər üçün hər şey beyində başlar. Dostlar, hər şeyi birinci növbədə beyində qurmalısan, sonra isə qurduğun arxasınca getməlisən. Bir fikir, bir ideya, bir məqsəd, bir bina kimidir. Əvvəlcə onun çertyojunu çəkirsən, sonra onu tikirsən. Bax, bu da ondan bəhs edir. İnandırma psixologiyası Əla Çaldini'nin çox möhtəşəm bir kitabıdır. Və ümumiyyətlə onun 2 kitabı var. Hər ikisini biz nəşr etmişik. İnandırma psixologiyası, necə insanlar, bizə elə gəlir ki, inandırmaq lazım deyil. Hər kim istəyir inansın, kim istəyir inanmır. Yox, yəni çalışıb öz işinə, öz dediyin sözə, öz hərəkətinə insanları inandırmaq lazımdır. Çalışmalısan ki, onlar sənə inansınlar və etibar eləsinlər. Bu mənada mükəmməl bir kitabdır. Bu yaxınlarda lap yeni nəşrdən çıxmış İsti Cəmil Həsənlinin İran neftinin kölgəsində müsəddiqin ümumiyyətlə fəaliyyətindən, müsəddiqin obrazını yaradan, onun fəaliyyətindən bəhs edən əla bir kitabdır, şiddətlə tövsiyə edirəm. Ryan Holiday bugün dünyada ən çox oxunan müəlliflərdən biridir. Motivasiya və bu kökünü hardan alır? Bu ilhamlandırıcı sənədin kökü hara gedib çıxır qədim Yunanlara, bu stoiklərə çıxır və birdən-birə bu stoiklərdən çox müasir, ruhlandırıcı bir kitablar təqdim etməyə başladı. Onun növbəti bir kitabı, əvvəlki kitabı da əlaydı, bu kitabı da çox gözəldir. Taleyi intizam yazır. Yəni sən intizamlısansa öz taleyini özün yazacaqsan. Hər bir işdə mütləq intizam olmalıdır. Özünə münasibətdə də hətta, öz həyatını qurmaqda da, işə münasibətdə də intizam olacaqsa, onda sənin taleyin istənilən bir yola, istənilən bir nəticəyə gedib çıxa biləcəksən. Əks halda intizam yoxdursa, onda həyatda sən heç nə əldə edə bilməzsən. Mifologiya indi dünyada ən çox maraqlandırılan bir məsələdir. Mən həmişə deyirəm, bəlkə də Yunanların mifologiyası olmasaydı, onların büdcələri heç nədən formalaşa bilməzdi. Çünki mifologiya ilə bağlı minlərlə müxtəlif kitablar var və dünya bazarını o kitablar fəth edirlər. Əladır, mükəmməldir. Bu isə mifologiya haqqında 101 mifologiya. Bu 101 seriyası bizdə davam edir. Və bu kitab, bunun bəlkə də Lion, bunun siz filmini görmüşsünüz. İtmiş bir uşaq körpələr evinə, özdə qatarda qardaşından təsadüfən ayrılır və itir, sonra körpələr evinə götürülür. Körpələr evindən, nəhayət Avropadan bir nəfər körpələr evindən uşaq istəyir və bu uşaq da o ailənin götürmə uşağına, övladlığa götürülür ailə tərəfindən və ona təhsil verilir. Çox təsirli bir kitabdır, əla bir kitabdır. Əgər kitab oxuyub təsirlənmək və onun hissiyatında bir müddət yaşamaq istəyirsinizsə, mütləq bu kitabı oxuyun. Neksas çoxdan gözlənilən, daha doğrusu Hararinin hər bir kitabı gözlənilən kitabdır. Hər bir adam ağıllı kitab oxumaq istəyirsə, dünya hara gedir, necə olacaq gələcək, nə şəkildə insanlıq idarə olunacaq və gələcəyimiz hara gedir ümumiyyətlə, bax bu yeni texnologiya əsrində, daha doğrusu kosmos əsridir deyərdik buna. İnsanlıq necə olacaq? Süni intellekt dövründə ondan bəhs edən Neksas ən nəhayət Azərbaycan dilində çox dillərə nəşr olunmayıb, hətta rus dilində də nəşr olunmayıb, amma artıq Azərbaycan dilində var və şiddətlə tövsiyə edirəm. Neksas rus dilində tərcümə olunub, səhv yanlış edə bilərəm. Məncə Harari deyəsən Rusiyaya öz haqqını bəlkə də satmayıb. Mən bilirəm 100% biz bu yaxınlarda Secret of Secret
Secrets kitabını buraxacağıq. Bu Dan Brown'un Sirlərin Sirri və bu kitab artıq tərcümədən gəlibdi. Bilirəm hər kəs maraqlanır və mart ayında mütləq biz bu kitabı satışa çıxaracağıq. O isə rus dilinə hələ tərcümə olunmayıb. Daniel Kahneman bu emosional zəka indi artıq hətta orta məktəblərdə də emosional zəkanın rolu vurğulanır. Yəni onunla bağlı ayrıca səhv eləmirəmsə dərs də salınıb. İşinizi emosional görün. Soyuqqanlılıq sizə heç nə gətirməyəcək. Bax, emosional zəka da ondan bəhs edir. Öz gördüyünüz işin işə necə emosiya yükünü yükləmək, necə ona yüklənmək, necə onu irəli aparmaq. Bax, ondan bəhs edən əla bir kitabdır. Ümumiyyətlə, emosional zəka bir termin olaraq bu kitabdan başlayıbdır. Aytan Salami bizim yaxşı müəlliflərdən biridir, əla müəllifdir. Bunun əvvəlki kitabı astrologiyadır. Bu isə astrolog, yəni sevgi haqqında, sevgi astrologiyasını ilə maraqlanan insanlar bu kitabı mütləq oxusunlar. Əli və Çat nəhayət bizdə belə bir kitab yarandı. Filosof Əli müəllim, Əli Abbasov süni intellektlə birlikdə belə bir kitab yaradıbdı. Əla kitabdır. Bütün suallarını verib, bütün cavablarını alıb belə söhbət eləyir. Elə bir ki, çayxanada oturub iki filosof söhbət eləyir. Əla kitabdır. Siz də bunu əldə eləyin. Görün, öz sahənizdə siz necə kitab yaza bilərsiniz. İnsan və Dünya, Muxtar Şahbaz. Bu da belə insan düşüncələrindən bəhs edən gənc bir müəllifin kitabıdır. Ona uğurlar diləyirəm. Bu çoxlu kitabları olsun. Bəyaz Gecələr təkrardır. Gənclərin çox sevdiyi əsərdir. Yəni bu onun Dostoyevskinin ilk əsəridir. Platonik bir sevgidən bəhs edir. İnsan kiməsə söz demək istəyir, arzuları, xəyalları, amma o sözlər, o fikirlər elə onun xəyallarında və arzu kimi də qalır, deyə bilmir. Çalışmın, amma siz deyin. Bu çox gözəl bir sevgi hekayəsidir, romanıdır, gənclərin həyatından bəhs edir. Uğurlar diləyirəm. Bu tip romanların tez oxunan, ondan hadisələr çox qızğın bir şəkildə dinamik olan kitablar biz nəşr edirik. Xüsusən də gəncləri oxuya cəlb eləməkdən ötürü. Biz qanun olaraq adımıza sadiqik, həmişə məcəllələr nəşr edirik. İndi də Əmək Məcəlləsinin yeni nəşri. İlham Tumasın kitabları yaxşı satılır və xüsusən bu gizli cinayətlər seriya olaraq bu yaxşı düşünülübdür, yaxşıdır. Prezidentə sui-qəsd də çıxıbdır bu yaxınlarda. İndi də bu təkrar nəşrdir. İlin ən çox satılan kitabı həqiqətən də elədir. Bu isə deməli müasir yazıçıların müharibə ilə bağlı olan hekayələrin antologiyasıdır. Bunu Şərif Ağayar toparlayıb, biz də nəşr eləmişik. Tərtibçisi Şərif Ağayardır. Belə uğur olsun. Burada neçə hekayə var? Çoxlu hekayələr var. Məncə, var. Xeyli hekayələr vardı burada. Belə. Polyana, mütləq yeniyetmə qızlar bunu oxusun. Şən, gülərüz, heç nədən sınmamaq, heç nədən məyus olmamaq və öz həyatına davam eləmək, böyük insanlarla, onlara ruhlandırıcı hərəkətlərlə, daha doğrusu onlarda gülüş yaratmaq və s. Bax, bu Polyananın əsas xüsusiyyəti ondan ibarətdir. Yeniyetmə qızlar mütləq oxusun. Onlar qəm, kədər, belə bir burulğanına düşməsinlər. Elə məhz Polyana kimi olsunlar, gülərüz olsunlar, mübariz olsunlar və işdən qorxmasınlar. Şəhər yatarkən biz bunu bir dəfə nəşr eləmişik, təkrar Cəmşid Əmirovun ilk Azərbaycanda Qara Volqa detektiv əsərini yazan bir müəllifin kitabları. Bugün də bu müəllif oxunur. Sufinin 365 günü. Sufi teması bizdə maraqlıdır. İndi bunu yazan Hindistanlı bir müəllifdir. Alternatif bir sufi fəlsəfəsi, alternativ şəfa yolları və s. bu sahədə tanınan bir mütəxəssisdir. Onun kitabı ilə tanış ola bilərsiniz. Nəhayət Gecə Yarı kitabxanası bu indi ən çox oxunan kitablardan biridir.
Siz müxtəlif dünyalara bir gecənin içərisində necə səyahət edə bilərsiniz? Bu kitabın vasitəsilə. Uğur olsun, xoş mütaliələr arzu edirəm. Qanun Nəşriyyatının fevral ayında buraxdığı kitabları sizə təqdim etdim. Mart ayının sonunda görüşərik. Uğur olsun.